Doktor, yalancı doğuş sancısı nə deməkdir? Yalancı doğuş sancısı uşaqlığın yığılmasıdır. Bu adətən doğuşa az qalmış müddətdə başlayır, qeyri-müntəzəm olur və uşaqlıq boyunun açılmasına səbəb olunur. Bu sancının əsl doğuş sancısından əsas fərqi nədir? Əsas fərqi ondan ibarətdir ki, əsl doğuş sancıları adətən müntəzəm olur, güclü olur və tədricən artır. Eyni zamanda onların arasındakı interval da tədricən azalır və əsl doğuş sancıları uşaqlıq boyunun açılmasına gətirib çıxardır. Nə zaman yalancı sancılar başlayır? Adətən hamiləliyin 30 həftəsindən sonra yalancı sancılar müşahidə oluna bilər, lakin bəzi hallarda isə doğuşa az qalmış vaxtda bu sancıların artdığını müşahidə edirik. Yalancı sancılarda ağrı necə hiss olunur? Yalancı sancılarda ağrı adətən çox cüzi olur. Qarnın ön hissəsində gərilmə kimi hiss olunur. Ancaq əsl sancılar isə bundan fərqli olaraq beldən başlayaraq qarnın aşağısına doğru yayılır və daha güclü olur. Bu sancıları necə fərqləndirə bilərəm? Bu sancıları fərqləndirmək üçün əsas xüsusiyyət ondan ibarətdir ki, əgər siz mövqeyi dəyişirsinizsə, məsələn, yatmış vəziyyətdəsinizsə, gəzirsiniz və yaxud da gəzdiyiniz vəziyyətdə uzanırsınızsa, istirahət edirsinizsə və yaxud da hər hansı bir ağrı kəsicilərdən, spazmolitiklərdən istifadə edirsinizsə, adətən yalancı sancılar keçib gedir. Ancaq əsl sancılardırsa onlar adətən keçmirlər, yəni heç bir dərman vasitəsi, mövqeyini dəyişmək və s. əsl sancıların keçməsinə səbəb olmur. Əgər əmin ola bilmirəmsə, o zaman nə etməliyəm? Əgər siz əmin deyilsinizsə, bu yalancı sancılardır və yaxud da əsl doğuş sancılarıdır və yalancı doğuş sancıları, yəni qeyri-müntəzəm olsa belə ağrılar çox güclüdürsə, bu zaman həkimə müraciət etməlisiniz.